Hər kəsə salam, hamınızı xoş gördük. Bugündən qərarı aldım ki, belə kiçik həcmli videolar çəkim. Çünki sizdən gələn suallar həm çox, həm təkrar olduğuna görə ayrı-ayrılıqda cevablaya bilmirdim. Əlbəttə ki, vaxt baxımından və düşünürəm ki, bu videolar faydalı olacaq. Əgər autizmli evladınız varsa və onu həkimə aparmağa, o bahalı dərmanları almağa, inkişaf mərkəzlərindəki təlimləri aparmağa maddi gücünüz yetmirsə, maddi və mənəvi dəstəyiniz yoxdursa və bu mübarizə yolunda özünüzü tək-tənha hiss edirsinizsə, bu paylaşımlar sizin üçündür. Məni tanımayanlar üçün özümü təqdim edim. Mən Gülşən Ümid, autizmli əkizlər Yusif və Məhəmmədin anasıyam. Yusif və Məhəmməd artıq 12 yaşındadılar və vəziyyətləri çox şükür qənaətbəxşdir. Ümumi təhsildə 7-ci sinifdə oxuyurlar. Autizmli ailələrin hər birinin öz həyat hekayəsi, öz mübarizə yolu var və bizim mübarizə yolumuzla tanış olmaq istəyirsinizsə, ki, bu günlərə necə gəldik, həkimsiz, dava dərmansız, inkişaf mərkəzlərinə getmədən bu nəticəni necə aldıq, sizə də maraqlıdırsa bizi izləməyə davam edin. Bizi həm Instagram üzərindən, Autizm və Sağlam Yol səhifəmizdən, həmçinin TikTok səhifəmizdən izləyə bilərsiniz. Suallarınızı şərh bölməsinə yazın lütfən. Hər bir suala ayrı-ayrılıqda geniş şəkildə cavab verməyə çalışacağam. Və bugünlük sizinlə sağollaşıram və sonda bir-birimizə faydalı olmaq diləyi ilə deyirəm və hələlik.